Əhzab 33-lə bu ayəni yanbayan qoysan, bunlar kimdirsə Quranın batinin bilirlər. Bu da ayə. Bunlar elə bilə sıradan adam deyirlər. Mənim qardaşım, mənim bacım. Bunlar sıradan bir adam deyirlər. Ona görə deyirlər, bu qədər niyə Əhl-i Beytdən danışırsınız? Əhl-i Beytdən uzaq düşmək, Qurandan uzaq düşməkdir. Allah deyir, Quranın batini onlar bilir. Mən demirəm ki, Rəbbimiz deyir. Onlar Quranın batinin bilir. Batini ilə ünsiyyətdirlər. Onlar Quranın ustadıdırlar. Onlar Quranın müəllimidirlər. Ona görə Allah Teala deyir, fəsəlu əhlə zikr. Soruşunlarına bayan izah verəcəm. İnşallah Əhl-i Beyt haqqında olan ayələrdən biridir. Yaxşı, bunlardan uzaq düşmək, məktəbdən uzaq düşməkdir, fərddən uzaq düşmək deyil ki. Sən deyirsən, məsələn, 14 əsr bundan qabağa niyə qayıdırsan? Mən necə qayıtmayayım ki, bunlar Quranın məktəb, Quranın ustadlarıdır. Biz bunlardan uzaq düşürük, müəllimimizdən uzaq düşürük. Ona görə də indi tarikun fikumuz səqələyin, 2 dənə səqil, ağır əmanət qoyub gedirəm. Kitab-əllah, kitab və Əhl-i Beyt düzdür. Yəni Allah Teala nə istəyirsin? Yəni bunlar bir-birini ayırmıyım. Ona görə kitabı gətirib qoyuram başıma, qədir gedirsin.